Ağciyərlərin xroniki obstruktiv xəstəliyi tənəffüs yollarının xroniki xəstəliyidir. Əsas kliniki təzahürləri həm tənginəfəslik və bəlğəmli öskürəkdir. Məsələ bundadır ki, əgər bronxial asma xəstənin özündən asılı olmayan genetik bir xəstəlikdirsə və allergik xəstəlikdirsə, ağciyərin xroniki obstruktiv xəstəliyi klinik olaraq bronxial asmaya oxşasa da, amma onun əmələ gəlmə səbəbləri, etiologiyası fərqlidir. İlk növbədə ağciyərin xroniki obstruktiv xəstəliyinin törədici səbəblərindən birincisi siqareti qeyd etmək istəyirik. Yəni tərkibində tütün olan istənilən məmulatlar, istər elektron siqaretlər, istər ənənəvi siqaretlər, bunlar uzun müddət istifadə olunduqdan sonra ağciyərin xroniki obstruktiv xəstəliyi kimi ciddi bir xəstəliyə səbəb olur. Bundan başqa digər məruziyyətlərdə, misal üçün bəzi peşələr, peşə xəstəlikləri, istər mədənlərdə işləyən, kömür mədənlərində, neft mədənlərində çalışan insanlarda ola bilir, aşpazlarda olur, təndirdə çalışan insanlarda və yaxud təzək yandıran, odun peçindən çox istifadə edən insanlarda bu xəstəlik tədricən başlayır. İlk öncə öskürəkdən, bəlğəm ifrazından, tənginəfəslik getdikcə, artdıqca insan artıq ən sadə işləri belə görməyə aciz olur. Yeriyərkən tənginəfəslik olur. Biz bəzən pasiyentdən soruşuruq, siz yol gedərkən danışa bilirsinizmi? Hündürlüyə qalxarkən addımlarınızı yavaşlamalı olursunuzmu? Əgər pasiyent ilk vaxtlarda bunu sadəcə bir siqaret çəkirəm deyə, öskürürəm deyə keçirsə üstündən, amma müəyyən vaxtdan sonra artıq hiss eləyir ki, tənginəfəslik getdikcə artır, bəlğəm ifrazı getdikcə çoxalır. Bu xəstəliklərlə mübarizədə ilk növbədə biz xəstəyə onun zərərli vərdişlərdən və yaxud məşğul olduğu peşədən uzaqlaşmağını və yaxud hər hansı bir tutalım respiratordan, maskalardan istifadə etməyini tövsiyə edirik. Və təbii ki, müalicəmiz. Müalicə tamamilə xəstəliyi aradan qaldırmaq, sağaltmaq mümkün deyil. Yəni dediyimiz kimi ağciyərin xroniki obstruktiv xəstəliyi xroniki xəstəlikdir. Lakin biz düzgün müalicə seçiriksə, bronxolitiklərdən, yəni bronxları genişləndirən preparatlardan düzgün və vaxtında istifadə eləyiriksə, o zaman xəstənin yaşam tərzinə və yaxud onun keyfiyyətinə təsir etmiş oluruq. Yəni simptomatik olaraq ona kömək eləmiş oluruq. Ağciyərin xroniki obstruktiv xəstəliyi tez-tez ağırlaşmalarla keçir. Xüsusən bu ağırlaşmalar virus mənşəli xəstəliklərə yoluxandan sonra artır. Buna görə də profilaktik olaraq ildə bir dəfə mütləq vaksinasiya olunmaq tövsiyə olunur. Bundan başqa pnevmokoka qarşı olan vaksinasiya çox önəmlidir. Siqaretdən təbii ki, imtina etmək vacibdir. Sağlam həyat tərzi həm də idman, təmiz havada olmağı da nəzərdə tutur. Artıq çəki istər bronxial asmanın, istər xroniki obstruktiv ağciyər xəstəliyinin ağırlaşmasına gətirib çıxarır. Şəkərli diabet olsun, arterial hipertenziya olsun, bu cür xəstəliklərin vaxtında düzgün müalicəsi ağciyərin xroniki obstruktiv xəstəliyinin də daha yüngül keçməsinə zəmin yaradır. İstənilən halda həm sağlam həyat tərzi, həm pozitiv əhval-ruhiyyə istənilən xəstəliklə mübarizə aparmağa kömək eləyir.